Selamünaleyküm dostlar, hamınızı xoş gördük. Deməli, Hyundai Santa Fe'dir, 2.7 mühərrikdir. Mühərrik stuk eləyib. Həm də mühərrikdə güclü yağ yeməsi var idi. Deməli, niyə stuk eləyib, sizə onu deyim. Deməli, mühərrikdə yağ yemə olub, maşın yəsə sürüb. Biraz maşına yaxşı baxmır. Deməli, yağına baxmayıb, mühərrikdə yağ yediyinə görə yağ azalır və mühərrik stuk eləyib. İndi mühərriki karterini açdıq, içi əlbət vəziyyətdədir. İndi sizdə mühərrikdə keyfiyyətsiz yağ düşməyin, bir də ki, yağı həddindən artıq gec dəyişməyin. Azı fəsadları necə olur, indi onu göstərəcəm sizə, mühərriki söktürsün. Bir də ki, mühərrikdə kompresiya zəif olanda, daha doğrusu kompresiya karterə düşəndə başlayır böğür başından yağ axıtmağa. Görürsünüz, baxın böğründən, başından hər yerinə yağ axıtır. Bu hissələrdən görürsünüz, tamamilə yağın içindədir. Rasbilvan sanikləri yağ verir, qabaş kırışqadan yağ gedir, mühərrikin arxa sanikindən yağ axıdır. Görürsünüz, baxın bu hissələrində yaşardır. Üç kırışqalardan da yavaş-yavaş nəmləndirir. Yəni kompresiya karterə düşdükcə başlayır yağ axıtmaq. Görürsünüz, baxın, vanusun daçkinin dibindən də yağ axıdır. Bax, belə fəsadları olur. Bunu söktükcə mühərrikin içində sizdən göstərəcəm, paylaşacağım hamısını bir-bir. Deməli, sizə mühərrikin içini göstərəcəm. Baxın, görün nə vəziyyətdə. Yəni, boltlar haradır bilinmir, görürsünüz. Sepidə görürsünüz, aşınmaya baxın. Yəni, belə bir vəziyyətdə burada koysam qalar. Görürsünüz. Yəni, mühərriki yağ yiyəndə vaxtında yağ yeməni həll etmək lazım. Davaqqa elib sürmək lazım deyil. Yağı vaxtında dəyişmək lazımdır. Zavodun qoyduğu dopuska uyğun yağ dökmək lazım. 5-30 gedən mühərrikə 10-40 dökmək lazım deyil. Yəni, bir sözlə mühərrikin canı yağdır. Yağınız keyfiyyətsizsə, gec dəyişirsə, yəni siz əlavə xərclər sizin üçün qaçılmaz olacaq. Görürsünüz nə günlədir, bərbad vəziyyətdə. İndi o birisi tərəfdə açaq, bir yerdə hamısını görərsiniz. Bu da o birisi tərəfdir. Dəhşətdir, fikir verirsiniz, bura baxın. Bərbad günündə deyil. Bəlkə də telefondan bəlkə də o qədər hiss olunmur. Yəni, bura baxın, bura baxın. Dəhşətdir, dəhşət. Bura bax. Yağ necə yanıb yapışıb. Ona görə də gözəl insanlar. Yağ yemək olanda həmişə mühərrikdə çalışın, davaqqa eləyə sürməyin. Keyfiyyətli yağdan istifadə edin. İndi bu nə qədər əlavə xərclərə düşür. Hələ bilinmir, bunu yığandan sonra stəkanları səs eləyəcək, eləməyəcək. Bərbad vəziyyətdə. Bu yağla işləyən detal nə olar? Asaq görək bunun porşenlərin vəziyyəti necədir. Hələ bu gözümlü mühərrikdir ki, bu vaxta kimi şaton blokda olmuyor. Ümumiyyətlə, Hyundai'ların içində bu demək olar ki, ən gözəl mühərriklərdən biri bu 2.7 mühərriklərdir. Bunu sırf 5-30 keyfiyyətli yağla istifadə eləsəz, bunu həddindən artıq çox sürə bilərsiniz. Demək olar ki, sizə ömrünüzün axırına kimi bəsdir. Görürsünüz, bərbad vəziyyətlər. Sökək görək, hələ əlavə nələri çıxacaq. Mühərrikin deməli karterini sökmüşük. Görürsünüz, bu da nə günlərdir. Yəni, bərbad vəziyyətlər. Mən sizə karteri göstərəcəm. Bu ikinci karterdir. Görürsünüz nə vəziyyətlərdir. Hələ bura bax, bax, pişi. Dəhşətdir bu. Yəni, bu motor hələ bu vaxta kimi necə işləyib. Yazıq can çəkib konkret. Deməli, mühərriki tamamilə söküb çıxarmışıq. Sizə şafonun klad işlərini göstərəcəm. Görürsünüz. Baxın. Aşınmalar həddindən artıq çoxdur. Bu da karnavolun klad işləridir. Mühərrik əməlli başlı stuka doğru gedir. Görürsünüz. Baxın, bu gördüyünüz, bax bu ağ yerdən, bax bu hissədən val tutub bıraxın. Yəni, klad işlərdə bax bu hissələrdən val tutub. Yəni ki, vaxtında sökmüşük.
Bir də sizə kəpkinin içini göstərdim, görürsünüz. Onu dəqiq görə bilirsiniz, yoxsa yox. Kəpkinin içi tamamilə tutulur, görürsünüz orada baxın, bərbad vəziyyətləri. Qaz dəyən ki, motor başlayır tak-kadar taqqıldamaq. Bunu van ustalı da düşünmədim, van ustalı dəyişiləcək. İnşallah olacaq əla. Bu da mühərrikin karnavoylarıdır, görürsünüz. Qapqara palçığın içindədir. Bu da ki kartuş. Yəni yaxşı ki, tam klavişlər balı yiyib tökmədən, yəni vaxtında açmışıq.